Freud insan psixikasının üç strukturunu izah edib. İd, ego və superego. Bu nə deməkdir? Freudin düşüncəsinə əsasən insanın şuur altında və yaxud da insanın psixikasında üç proses gedir. Bəziləri deyirlər Freud bunu qədim Yunan filosoflarından götürüb, xüsusən də Aristoteldən əxz elədiyini deyir. Hər halda amma özü sistemləşdirilib və adlarını da özü verir. İd insanın istəkləri və instinktləridir. Yəni insanın dərhal həzz alma istəyinə id deyir Freud. Superego isə insanın vicdanı, mənəvi dəyərlər, sosial dəyərlər, dini dəyərlərdir. Yəni biz bir mühitdə yaşayırıqsa, yaşadığımız mühitin özünə məxsus qanunları var. Sosial qanunlar var, əxlaqi meyarlar var, dini meyarlar var və insanın vicdan deyilən anlayışı var. Freud deyir ki, insanın idi bir başqa şey istəyir. İnsanın super egosu isə bir tam başqa şey istəyir. Və bu istəklər bir-biri ilə toqquşduğu zaman ortada qalan kimdir? Ego. Ego yəni mən. Ego bu ikisi arasında vasitəçi olub, daha real addım atmağa yönlənən tərəfidir insanın. Reallıqla uyğunlaşmağa çalışan tərəfidir insanın. Məsələn, id insandan daim istəyir ki, yesin. Nə ləzzətlidirsə onu yemək istəyir. Amma superego deyir ki, sənin ixtiyarında ola biləcəyi, sənin yeyə biləcəyin məsələlər var, yeyə bilməyəcəyin şeylər var. Məsələn, sən oğurluq edərək neysə yeyə bilmərsən. Sən başqasının əlindən alıb neysə yeyə bilmərsən. Məsələn, bunu superego deyir. Ego isə idlə superego arasında bu balanslığı qorumağa çalışır, bu tarazlığı qorumağa çalışır. Müdafiə mexanizmləri, insan beyninin müdafiə mexanizmləri o zaman ortaya çıxır ki, id və superego arasında qarşıdurma yaranır. Və bu qarşıdurma zamanı ego insan psixikasını qoruması üçün müdafiə mexanizmlərini işə salır. Müdafiə mexanizmi bir baxımdan insanın gərginliyinin, stressinin, narahatlığının azalması üçün lazımdır. Amma həddindən artıq olan zaman artıq bu da fəsadlar törətməyə başlayır. Həddindən artıq bu müdafiə mexanizmləri işə qarışanda artıq insanda psixoloji pozuntuların yaranması başlayır.